Hörmətli izləyicilərimiz, hörmətli tələbələrimiz, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl şəhəri olan Mingəçevir şəhərindəyik. Mingəçevir şəhərində qabaqcıl və nümunəvi, o cümlədən gözəl ata, gözəl valideynin qonağıyıq. Mənim adınız, soyadınız? Quliyev Arif. Çox gözəl. Neçə il təhsil sahəsində çalışırsınız? 8-ci ildir. Çox gözəl. Hansı fən tədris edirsiniz? Fiziki tərbiyə. Çox gözəl. Və biz sizlərlə fəxr edirik və biz sizin haqqınızda maraqlandıq. Şagirdlərdən, tələbələrdən həm öz fənninizi sevən müəllimsiniz, o cümlədən də şagirdləri vətənimizi sevməyi, bayrağımızı sevməyi, dövlətimizi sevməyi təbliğ edən müəllimlərdən birisiniz. Və sizə uzun ömür, can sağlığı arzu edirik. Arzu edirik ki, inşallah təqaüdə çıxana qədər ən yüksək adlara layiq görüləsiniz. Əməkdar müəllim adı alasınız, tərəqqi medal alasınız, yüksək adlara layiq görüləsiniz müəllim. Təbrik edirik. Və hansı məktəbdə oxumusunuz müəllim? Mingəçevir şəhər internat məktəbində. Çox gözəl. Bu qədər ixtisasların içində nəyə görə fiziki tərbiyəni seçdiniz? Uşaqlığımdan idmanla məşğul olmuşam, həvəsli olmuşam. Buna görə. Çox gözəl. İndi hal-hazırda da idmanla başqa... Bəli, özüm də məşğul oluram. Hansı idmanla? Mən özüm sambo ilə məşğul olmuşam. Çox gözəl. Sonradan idman müəllimliyini də getməyimi atamın vəsiyyəti kimi deyək ki, dedi, niyəsən başqa işlər axtarıb. Elə sənin üçün ən yaxşı iş olan elə fiziki tərbiyyədir. Onsuz da idman edirsən, böyründə də uşaqlar idman eləyir. Və atanızın sözünə görə çox gözəl. Biz də şükür Allaha ki, uşaqlarla işimdə çox yaxşı. Çox gözəl. Bunlar da övladlarınızdır sizin. Bəli, bəli. Çox gözəl. Sənin adın nədir? İlk balanın? Allah sağ olsun. Bizim gözəl balanın adı nədir? Dəniz bala. Çox gözəl. Mənim qızın da adı Dənizdir. Allah saxlasın. Gözəl balamız. Gözəl bala, sənə uğurlar dilərim, nailiyyətlər dilərim sənə də. Bu günlərim səni də, sənin ananı da, yaxınların da, nə qədər qadınlar varsa 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm gözəl bala. Siz də qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Çağdaş Təhsil komandası olaraq biz sizə uğurlar dilərim. Bu gün 2025-ci 8 Mart tarixidir. Gələcəkdə sizə uğurlar dilərik, nailiyyətlər dilərik. Hər zaman vətəninizi başınıza eləyəsiniz. Çox sağ olun. Təşəkkürlər, minnətdaram. Sağ olun. Təşəkkür edirəm. Sağ olun.